Herkese salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərə evdə qalan mürəbbə şirələrinizi dəyərləndirə biləcəyiniz, həm ləzzətlə yeyə biləcəyiniz çox ləzzətli reseptlə gəldim. Qaba 1 stəkan istənilən mürəbbənin şirəsi, 2 ədəd yumurta, 1 paket şəkərli vanil, 1 stəkan duru yağ və stəkanın başından 1 barmaq əksik şəkər tozu əlavə edib, tel çırpıcı ilə yaxşı-yaxşı qarışdırıram. Sizlərdən isə xahişim videonu bəyənməyiniz, yaxınlarınızla bölüşməyiniz və hələ də abunə deyilsinizsə abunə olmağınızdır. Dəstək olan, bəyənən hər kəsə indidən təşəkkür edirəm. Və unu hissəsilə əlavə edirəm. Əvvəlcə unun bir hissəsini əlavə edib, üzərinə 1 çimdik duz və 1 paket qabartma tozu əlavə edib, silikon qaşıqla qarışdırıram. Və qalan unu da əlavə edib, xəmiri artıq toparlamağa başlayıram. Xəmir biraz ələ yapışan olur, ona görə də çalışın əlinizə ya un, ya da biraz duru yağ vurasınız. Sonda xəmiri bu şəkildə toparlayıram. Gördüyünüz kimi belə yumuşaq və biraz ələ yapışan xəmir olur. Əlimə biraz duru yağ vurub, xəmirdən kündələr götürürəm və yağlı çağı sərdiyim soba listinə bir-bir qoyuram. Və ortasında bu şəkildə dəlik açıram. Və ortasına mən alma cemi əlavə etdim. Siz istəsəniz başqa bir cem də əlavə edə bilərsiniz, zövqünüzdən asılı olaraq. Daha da dadlı olur bu şəkildə etdiyinizdə. Yumurtanı yaxşı-yaxşı çalıb kənar hissələrinə çəkirəm. Və üzərinə xırda doğradığım qoz ləpəsi əlavə edirəm. Bunu etməyə də bilərsiniz, amma inanın ki, qozla və ya fındıqla bəsəsəz daha da dadlı olacaq. Öncədən isitdiyim 180 dərəcəlik sobada bişməyə qoyuram. Üzəri qızaran kimi bişirib götürürük. Qaldıqca qətiyyən qurumayan, çox ləzzətli, yumşaq peçenyelər olur. İsti-isti daha da yumşaq olur, çox ləzzətli olur. Siz də mütləq hazırlayıb nəticələri mənimlə rəylərdə bölüşə bilərsiniz. Və məni Instagram və TikTok hesabından da mütləq izləyin. Sonuna qədər izlədiyinizə görə təşəkkür edirəm. Yeni videolarımda görüşmək diləyilə.